Bu video hansı mürəkkəb sözlər birləşik yazılır, hansı mürəkkəb sözlər defisdə yazılır, səhv salan şagirdlər üçündür. Mütləq baxsınlar. Biz bilirik ki, mürəkkəb sözlər iki və daha artıq sözün birləşməsindən yaranır. Mürəkkəb sözlər ya defisdə yazılır, ya da birləşik yazılır. Düzdür, bəzi istisnalar var ki, ayrı yazılır. Məsəl üçün, bunları sayılar nümunə göstərmək olar. 25, 16, bunlar ayrı yazılan mürəkkəb sözlərdir. Amma adətən mürəkkəb sözlər ya defisdə yazılmalıdır, ya da birləşik yazılmalıdır. İndi öyrənəcəyik ki, hansı halda defislə yazılır, hansı halda bitişik yazılır. Birinci, defisdə yazılan mürəkkəb sözlərə baxırıq. İlk növbədə gəlir eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlər. Gülə-gülə, qaça-qaça. Bunlar defisdə yazılan mürəkkəb sözlərdir. İkinci, yaxın mənalı sözlərin birləşməsi ilə, iştirakı ilə daha doğrusu yaranan mürəkkəb sözləri. Qol, qanad, gül, çiçək. Bunlar da defisdə yazılan mürəkkəb sözlər siyahısına aiddir. Üçüncü, əks mənalı sözlərin iştirakı ilə yaranan mürəkkəb sözlər defisdə yazılacaq. Sülh, müharibə, yuxarı, aşağı, isti, soyuq, bunlar da defisdən yazılır. Dördüncü, bir tərəfi ayrılıqda işlənə bilməyən mürəkkəb sözlər. Yəni, biz o sözlərdən birini heç bir halda cümlədə müstəqil şəkildə işlədə bilmərik. Zir, zibil. Zibil sözünü işlədirik, zir sözünü işlədə bilmirik. Dəmir, dümür. Dəmir sözünü işlədirik, dümür sözünü işlədə bilmirik. Kağız, kağız. Kağız sözünü işlədirik, kağız sözünü işlədə bilmirik. Bu sözlərdə mütləq şəkildə defisdə yazılacaq. Yaxşı, bəs hansı sözlər, mürəkkəb sözlər bitişik yazılacaq? Tərkibində a, ha, ba, bə bitişdiricilərindən istifadə olunan bütün mürəkkəb sözlər birləşik yazılacaq. Gəl ha gəl, qaç ha qaç, vur ha vur, növbə növ. İkinci, mənaları arasında heç bir əlaqə olmayan mürəkkəb sözlər birləşik yazılacaq. Çoban yastığı, ayaqqabı, dəvə dabanı, bunlar da bitişik yazılan mürəkkəb sözlər siyahısına aiddir. Ümid edirəm 2 dəqiqəlik videomdan sonra hansı mürəkkəb sözlər birləşik, hansı mürəkkəb sözlər defisdə yazılacaq, daha bunları səhv salmayacaqsınız.